Yeni ildən quru sərhədlər açılacaqmı və iki ölkə ilə gediş-gəliş bərpa ola bilərmi? Məlum olduğu kimi Azərbaycanda pandemiya dövründən sonra bağlı qalan quru sərhədlər hələ də açılmayıb. Hazırda ölkədən çıxış yalnız hava nəqliyyatı vasitəsilə mümkündür. Bəs görəsən yeni ildən etibarən Azərbaycanda quru sərhədlərin açılması mümkündürmü? Bu baş verərsə hansı şərtlərlə həyata keçirilə bilər? Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov suallara cavab verib. Deputat bildirib ki, mərhələli olaraq Gürcüstan və Türkiyə sərhədlərinin açılması məqsədə uyğundur. Stat: Nazirlər Kabineti tərəfindən bu istiqamətdə mütəmadi qiymətləndirilmə aparılır. Məqsəd qəbul edilən qərarların Azərbaycanın təhlükəsizliyinə təsirləri müəyyənləşdirməkdir. Bu qərarlar qəbul edilən zaman birmənalı şəkildə Azərbaycanın və Azərbaycan vətəndaşlarının təhlükəsizliyi nəzərə alınır. Yeni dönəmdə bizim təklifimiz ondan ibarətdir ki, quru sərhədlərin mərhələli şəkildə açılması məsələsinə baxılsın. Xüsusən də qonşu Gürcüstanla Azərbaycan arasında strateji münasibətlər var. Bu kontekstdə mərhələli olaraq Gürcüstan və Türkiyə sərhədlərinin açılması məqsədə uyğundur. Təbii ki, bütün hallarda bu məsələ Nazirlər Kabinetinin qiymətləndirilməsinə əsasən həyata keçirilir. Statın sonu. Qeyd edək ki, Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi 2020-ci ilin mart ayından etibarən qüvvəyə minib. Həmin ilin aprel ayından etibarən isə ölkənin quru sərhədləri bağlanılıb və bu məhdudiyyət bir sıra digər qapanmalarla paralel şəkildə tətbiq olunub. Hazırda pandemiya ilə bağlı bütün məhdudiyyətlər ləğv edilsə də, quru sərhədlər hələ də bağlıdır.